Today I want to speak about English tenses which are the most essential and widely used in English grammar. As you know, there are 16 tense forms in English grammar, and the 4 one are the main. Each tense form has its continuous, perfect, and perfect continuous forms. Let's today speak about the present perfect continuous, which is widely used in English grammar. The present perfect is used to describe actions that happened in the past but are still important in the present. For example, əgər biz Azərbaycan dilində deyirik ki, mən artıq işlərimi edib bitirmişəm. Yəni hal-hazırda o işi bitirmişəm, yəni bitmişlik var. Perfect ingiliscəsində bitmiş deməkdir. Amma hərəkətin bitdiyi anı indi göstərirəm. Yəni indi artıq edib bitirmişəm. Söhbət gedən anda artıq hərəkət bitib, amma söhbət onun haqqında indi gedir. For example, if we say that I have finished my work, it means that the homework is done now, and that is what matters. Second one, in other words, we don't focus on when the action happened. Instead, we focus on the result of the experience. Bunun mənası o deməkdir ki, yəni biz artıq hərəkətin başlama anına fokuslanmırıq, biz hərəkətin nəticəsinə diqqətə yetiririk. Yəni present perfect'in Azərbaycan dilində ekvivalenti hərəkətin keçmişdə başlayıb bitməsi, artıq biz danışdığımız zaman nəticənin göz önündə olması deməkdir. Məsələn, mən artıq işlərimi bitirmişəm, mən artıq yeməyimi yemişəm. Bu hərəkətin artıq bitdiyini, nəticənin isə göz qabağında olduğunu göstərir. Now let's move on the structure of the present perfect tense form. The structure is quite simple. Subject, have, has, and plus past participle. For example, I have eaten. We know that for the past tense form, the verbs are divided into regular and irregular and mixed verbs. And if we speak about past participle, then P2, how we mean that. For example, I have eaten. Eat, ate, eaten, eaten is the third form of the verb, and we can say that I have eaten. It means that already I have eaten my lunch and other thing. For example, the second one, she has gone. They have studied. We use has in the with her, he, she, it, and have, or with I, you, we, they. As you know that has is used with the pronouns only he, she, it, and the rest ones are used with have. Present perfect tense form, if we want to form the present perfect tense with have, has plus a participle one, we use this structure. For example, I have eaten an apple. Mən almanı yemişəm. Mən artıq bunu yeyib bitirmişəm. Or he has eaten an apple. O artıq almanı yeyib bitirib. We don't know the action when begin, but just now we see the actions over and the result we can see it. What makes this structure unique is the use of the past participle, which is the third form of the verb. Let me briefly explain past participle. For regular verbs, we simply add ed. As I mentioned before, there are three forms of the verb
which is used in the past tense form. Regular, irregular, and mixed verb. Regular verb, we simply add ed for the end of the verbs. For example, study, studied. Okumak, okudu. Work becomes worked. Play becomes played. Because work and play are also regular verbs. For this, we can only add it for the end of the verbs. However, irregular verbs are different. Irregular verbs can make in different ways. For example, they can change from the root or with the any other things. For example, go becomes gone, eat becomes eaten, and see becomes seen. But there are also such verb that there are mixed, and first form can be regular, the second form can be irregular, and there are such verbs that they stay the same. For example, cut, 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 put, put, put. All three types are the same. It is important to learn these forms in order to use the tense. One of the most common uses of the present perfect is to talk about life experiences. For example, I have visited Paris. Mən Parisə səyahət etmişəm. Yəni artıq biz nə zaman getdiyimizdən danışmırıq. Artıq biz söhbət gedən anda gedib gəldiyimiz prosesdən danışırıq ki, mən nə vaxtsa Parisə getmişəm, görmüşəm, qayıtmışam. Hal-hazırda hərəkət baş vermir, hərəkət keçmişdə baş veribdir. Nəticəsi isə indi göz qabağındadır ki, mən artıq Parisə gedib gəldiyim haqqında sizə məlumat verirəm. She has tried sushi. In these sentences, we don't say when the action happened. The focus is only on the experience. Another important use is to describe results that are important now. For example, present perfect tense, there are irregular verbs examples. For example, do in the present tense form, past, did, and present perfect form, have, has, done. Done is the third form of the verb do. Yəni etmək fiilinin üçüncü zaman formasıdır done. Be, was, were, have, has been. Write, wrote, have, has written. Eat, ate, have, has eaten. Draw, drew, have, has drawn. As you see that it is irregular verb, and the first one is another type. Here it's changed, and now it has completely changed. Break, broke, and broken. Speak, spoke, and spoken. He has lost his keys. This means that he doesn't have his key now. So the result is important in the present. Misal, biz deyirik ki, o artıq açarını itiribdir. Yəni, onun burada önəmli olan artıq açarı deyil. Açarını olub-olmaması deyil. Hal-hazırda, yəni açarının nə zaman itirdiyi deyil də, hal-hazırda nəticə olaraq açarının olmamasıdır bizim əsas məsələmiz. We also use the present perfect with the time expressions that are not finished. For example, I have studied today. She has worked this week. Eyni zamanda biz indiki bitmiş zaman formasını bəzi zaman ifadələri ilə işlədirik ki, o proses hələ də tam olaraq bitməyibdir. Məsələn, biz deyirik, mən bugün oxumuşam. O bu həftə işləyib, amma işi tam bitiribmi, bitirməyibmi, o bizə məlum deyil. Sadəcə hərəkəti artıq başlayıb. Nəticə göz qabağındadır ki, bu sahə üzrə işləyir, amma yekun hələ tam olaraq bilinmir. Here, today and this week are not finished yet, so we use present perfect. Bəli, burada bugün və bu həftə sözləri prosesin hələ bitmədiyini göstərir və belə hallarda biz
present perfect'ten istifadə edirik. We can also use this tense for repeated actions. Biz eyni zamanda bu zaman formasından təkrarlanan hadisələr üçün istifadə edə bilərik. For example, I have watched this movie many times. Mən bu filmə dəfələrlə baxmışam. This shows that the action happened several times in the past and may happen again. Yəni bu onu göstərir ki, verdiyimiz nümunədə hərəkət dəfələrlə təkrarlanıb baş verib keçmişdə və hətta bu gün də o proses davam edir. There are some common keywords that are often used with the present perfect tense. Bəzi bizim ümumi açar sözlərimiz vardır ki, onlar present perfect zaman formasında, yəni indiki bitmiş zaman formasında tez-tez istifadə olunur. For example, already, yet, just, ever and never. Artıq, hələ, həmişə və ya heç zaman kimi zaman birləşimləri bu zamanda çox istifadə olunur. I have already finished my work. I haven't finished yet. Yəni mən artıq işimi bitirmişəm və ya ikinci nümunədə bizə inkarlıq vermişik. Mən işimi hələ də bitirməmişəm. Yenə də təkrar eləyirik. Proses əvvəldən başlayıb, amma hal-hazırda biz onu bitirməmişik. I have just arrived. Mən indicə bu yerə çatmışam and the other hours. I again repeat that. In the sentences, we don't say that when the action happened. The focus is only on the experience. Now let's compare present perfect with past simple. This is a very important point as students often confuse these two sentences. Deməli, İngilis dilində biz Azərbaycan dili ilə müqayisədə tələbələrimizə başa salarkən bəzi qarışıqlar olur ki, uşaqlar onu aydınlaşdırmaqda çətinlik çəkir. Bu çox sadədir. Belə ki, indiki bitmiş zamanı keçmiş sadə zamanla müqayisə edək. Burada ümumi vacib bir məqam vardır ki, tələbələr bu iki zaman formasını bir-birindən ayırt edə bilsinlər. For example, I have seen that movie. I saw that movie yesterday. If we say that I have seen that movie, əgər biz deyiriksə, mən bu filmi görmüşəm, artıq mişəm orada şəkilçisi bizə göstərir ki, mən bunu əvvəl görüb bitirmişəm. Artıq bu film haqqında bizim anlayışımız var. Bu hansı zamanda olub, yəni keçmişdəmi, dünəndən neçə gün əvvəlmi, nə zamanmı, keçən ayımı, nə vaxtı bilinmir. I saw that movie yesterday. Mən bu filmi dünən gördüm. Yəni burada konkret bizim zamanımız var. Zaman ifadəmiz yesterday onu göstərir ki, bu proses məhz dünən baş veribdir. Bu deməli bizdə past simple'dır. But I have seen that movie is in the present perfect tense form. Birinci nümunəmiz isə indiki bitmiş zamandadır. İkinci nümunəmiz sadəcə keçmiş zamandadır. Bizim keçmişliyi konkret göstərilən zaman zərflərimiz cümlədə varsa, məsələn, yesterday, past, last week, bu bizə konkret göstərir ki, past simple'dır. Əgər onlar yoxdursa, xüsusilə də artıq, hələ də bu zaman göstəricilərimiz varsa, bu bizə present perfect olduğunu göstərir. The first sentence does not mention a specific time, so we use our present perfect. The second sentence includes yesterday, which is a finished time, so we used past simple. In short, present perfect focuses on the result, while past simple focuses on a specific time in the past. Yəni biz belə bunu ümumiləşdirib izah edə bilərik ki, indiki bitmiş zaman forması nəticəyə fokuslanır, əsaslanır. Halbuki keçmiş zaman forması isə keçmişdə baş verən xüsusi bir zamanı mütləq ki göstərməlidir. Yəni biz past simple istifadə edərkən orada keçmiş zamanın mütləq ki biz göstəricisini istifadə edirik. Students often make common mistakes, such as, for example, they say I have went, which is incorrect. We can't say I have went because
went is the third form of the verb and is the second form of the verb. We can use went for only past simple forms, and in the present perfect tense form we have only used I have gone. The correct form is I have gone. And another mistake is I have seen him yesterday. Yesterday isn't used in the correct place because yesterday can be used in the past tense form, not in the present perfect tense form. And the correct tense should be as so. I saw him yesterday. Mən onu dünən gördüm. Mən onu dünən görmüşəm. Azərbaycan dilində doğru səslənsə də, ingilis dilində mən onu dünən gördüm olmalıdır və bu sadəcə keçmiş sadə zamanı tələb edir. Mən görmüşəm isə o artıq indiki bitmiş zamanı tələb eləyir. Now let me ask you a quick question. Have you ever traveled to another country? Or have you ever tried a new type of food? Yəni belə bir nümunə verib, məsələn, sual soruşa bilərik ki, siz başqa ölkəyə səyahət etmisinizmi nə zamansa və ya hər hansı bir yeni yemək həyatınızda yoxlamısınızmı? Bunlar üçün biz gördüyünüz kimi quruluş olaraq present perfect tense formundan istifadə etməliyik. These are examples of how we use the present perfect in real life. This tense is also very useful in IELTS speaking and writing. For example, I have learned English for several years. I have improved my speaking skills. I have visited many places, and I want to mention that this tense form is very useful, essentially in IELTS speaking and writing. Using this tense can make your speech more natural and advanced. To sum up, the present perfect tense is used to connect past actions with present results. It is widely used in everyday communication and is essential for improving your English skills. Overall, mastering this tense will help you speak more fluently and accurately. Thank you very much for your attention. I hope this presentation has been useful and interesting. I would be happy to answer your questions.